Hər kəsə salamlar dostlar. Deməli, dünəndən baxıram ki, sosial şəbəkələrə faiq. Hər yerdə, hər kəs bu Qarabağla Ajaxın oyununu müzakirə eləyir, paylaşır. Ya tənqid eləyirlər, ya tərifləyirlər, hər nəsə. Və mən fikirləşdim ki, bu evdə axı 2 uşaq var. Hansı ki, Qarabağın fanatıdır, yəni sizə fanat demək olar da azarkeşsiniz. İndi Fatih'i saymıram, o həvəsə düşür, amma sən daha çox fanatlıq edirsən. Yəni hər halda şərhlərimizdən də hər şey aydındır. Hətta birazdan göstərəcəm. Nəysə. Və bir danış bir cümlədən. Hər kəsə salamlar dostlar. Mən Faiq bəy və Qarabağın azarkeşiyəm. Yəni səsindən də görürsünüz ki, dünən bu uşaq stadionda qışqırmaqdan özünü öldürüb. Qol alanda səsi batıb və dünənləri stadiondan evə nə halda qayıdıbsa bu uşağı, yəni görmək lazımdır. Nə halda qayıdıb deyəndə ki, belə səsin dəyişib. Nə az qalada sözüm dəyişib. Ağlayır, nə deyil, toxunsaydım ağlayacaqdı ki, Qarabağı düzüb. Yox. Nə varsa. Prosta ki, üzüldüm ki, biraz Qarabağı düzüb. Üzülmüşsün, nəysə. Yaxşı. Ona görə mən də fikirləşdim ki, yəni bir-iki cümlə deməyə ən azından bizim də haqqımız çatır da, yox? Çatır. Aysel, bax dünənləri hesab neçə oldu? 4-2. Hə. Səncə biz uduzmalıydıq mı belə? Belə əslində Qurbanov Nəriman Axundzadə salmasaydı, məncə biz uduzmayacaqdıq. Nəriman olsa girdi, biz də bu bayrağımız tərsinədir ki, bu niyə birinci yaşlı rəng qoyublar burada? Birinci rəng göy olmalı. Bu bayraq hardan almışsa? Mən də fikir vermirəm. Bu necə istehsal edə bilərlər? Birinci rəng yaşıl, axırıncı. Çıxardıb dəyişmək olur. Bildim, yəni bu bayrağı hardan almışsan? Sabahları gedirəm onlardan davaya. Nəysə, bu getdi təəssüf ki. Videonu kəsməyək, bu boyda danışmışıq. Hə, buyur sözü kəsim. İndi deyirdim ki, biz stadiondaydık. Məncə Nəriman Axundzadə oyuna girməməliydi. Yox, Nəriman Axundzadəyə hələ çox var. Bax, oyun başladı. Leandro Andrade'dir də, o örgəşdirib bizi birinci dəqiqədən qollara, düzdür, 50-ci saniyədə qol zad. Yəni, biz ondan qol gözləyirik ilk dəqiqələrdə, amma olmadı. Hətta Leandro Andrade'ni birinci hissədə çıxartdılar da, oyundan Qurban çağırdı, Qurbanov, düzdür? Birinci hissədə heç bir oyuncu çıxmıyor, belə ikinci hissədə... İkinci hissə əvvəli olsun. Yəni, demək istəyirəm ki, əslində o güclü oyuncudur da, yəni onu çıxartdılar, çünki mənə elə gəlir ki, oradan başlayaq ki, Andrade ilə nəsə qaydasında deyildi. Yox, Andrade məncə yaxşı oynayırdı, belə komanda üçün. Heç bir məhsuldarlığı olmadı axı, bax, bir dənə qol vermədi, bir dənə asist eləmədi, bir dənə, yəni, yadda qalan nə epizod var Andrade ilə var? Yadda qalan epizod. Hə, yəni, güclü oyuncudur, amma dünənliyi nədir? Heç nə. Belə asist ola bilər, amma görməmişəm o, bilmirəm dəqiq. Mən elə gəlir onu çıxartmaq Qurbanovun doğru qərarlarından biri idi. Yanlış qərarları sonra müzakirə edir, bizə görə yanlış, əlbəttə ki, o bizdən çox bilir. Leandro Andrade'yi çıxardıb da Nərimanı salmaq o qədər də yaxşı qərar deyil. Yaxşı fikir deyildi. Amma onu, deməli, Nəriman Axundzadəni, o Kamilo Duran yerinə saldı, düzdür, deyəsən? Yox, deyəsən Leandro. Hər nəysə, yəni Kamilo Duran qol vurmuşdu, düzdür? Ümumiyyətlə, səncə qol vuran, 10-cu dəqiqədə qol vuran adamı, o cür motivasiyanla, enerjinlə oynayan adamı niyə ondan yarımçıq çıxartdı və düzgün idi mi onu çıxartmaq? Mən fikrimcə əslində yox, çünki o oynasaydı bəlkə də oyunu qazana bilərdi. Amma bir tərəfi də var ki, o indi yorula da bilər, o da var. Ona görə çıxarda bilər. Yəni heç kim yorulmadı, elə qol vuran yoruldu. Kamilo Duran sürətli bir futbolçudur da, özləri santrafordur. Bütün toplara qaçır, hücumçu, bütün toplara qaçır, pressing eləyir. Santrafor, aha. Türkiyədən. Bütün toplara qaçır, belə hücum eləyir, sonra press eləyir, pressdəki baskı, belə. Yəni, topu qapmağa çalışır, həyəcanla saxlayır da, press o deməkdir, hə? Düzdür, Aysoba, görsən, azdan çoxdan mən də səndən baxalım. Yəni, məni bu futbolla maraqlandırmağın, mənim maraqlanmağımın səbəbi bu uşaqdır da. Yəni, o qədər Qarabağ oyunlarına baxdı. Axırda bir də gördüm ki,
Qarabağ futbolunun oyununu müzakirə edirəm. Nəysə, gələk bax dünənki oyunun əvvəlinə də bax. Birinci ilk dəqiqələrdən qol vurduq və 1-0 olduq. Möhtəşəm, motivasiya super və fikirləşdik ki, artıq qələbəyə doğru gedirik. Bir də mən də deyə bilərəm. De. Əslində mən düşünürəm ki, Çempionlar Liqası oyunlarında həmişə ilk qolları rəqib vurmalıdır. Səbəbini isə soruşduqda, biz ilk qol atanda komanda mənim fikrimcə düşünür ki, qabaqdayıq, oyun bizimdir, biz qələbə qazanacağıq. Onlar buraxırlar. Amma bilmirlər ki, onlar gəlir də indi də. Sıra onlarda da qol. Mənə də elə gəlir ki, bax sözünü kəsirəm, mənə elə gəlir ki, Qarabağın ən böyük səhvlərindən biri odur ki, ilk dəqiqədən dəhşətli çevik oynayırlar, tələsirlər, qaçırlar, özlərini öldürürlər tərin suyun içində ilk dəqiqələrdə, ta ki qol vurana qədər və birinci hissədə artıq hamısının üzünə baxırsan, adama yazığı gəlir də, yəni hiss eləyirsən ki, necə yorulublar, ayaqlar imtina eləyir qaçmaqdan, yəni yorulurlar və qarşı tərəfində taktikası nə idi? Birinci hissədə ancaq müdafiə elədilər demək olar ki və ikinci hissədə girdilər tap-ataq qollarla, düzdür? Və bir dənə təəssüf ki, çox pis bir məlumat əldə eləmişəm. Deməli, Ajax Çempionlar Liqasında cəmi 5 dənə qol vurub, onu da 4-ünü Qarabağa vurub dünən. Üzgünüm, Faik. Amma həqiqətlər bunlardır. Qarabağın şu anda turnirdə Çempionlar Liqasında hələ ki 7 xalı var. Mənim arzularımdan biri odur ki, 4 xal ən azından çıxardıq ya da ki ikisini də qələbə eləyə bilərik. Çünki deplasmanda Liverpool'la oyunumuz var. Liverpool nəhəng komandadır, güclü komandadır. Onlar biləcək ki, Qarabağ onsuz da zəifdir. Amma bir şey də var da, Liverpool indiyə kimi uduza gəlir, düzdür? Bəli, bizə acıqlanacaqlar. Və acıqlanacaqlar, amma bir tərəfdən də motivasiyaları sıfırdadır da bu dəqiqələr, düzdürmü? İndi özdə ki, orada Arne Slot hələ ki qovulmayıb. Arne Slot işləri bərbad eləyir. Biz də oyuna qədər inşallah Arne Slot qovulmaz. Oynadıqdan sonra onsuz da qovulacaq. Sən yenə aranı qarışdırdın. Dünənki oyunun müzakirəsi bitməyib, düzdür? Sən önce keçdin Liverpool'dan danışırsan da. Liverpool'dan əvvəl gəl dünənki komandadan danışaq da Ajax'a. Ajax'a məncə ən güclü adam Gloch idi. Mən heç birini tanımıram. Amma niyə görə Gloch deyirəm? Çünki Gloch kimdir? Oyuncusu. Ajax'ın oyuncusu. Ala bilmirəm. Sən çünki stadiondan baxmısan, eşitməmisən də. Amma mən televizordan baxmışam və şərhçinin 5 cümləsindən biri Gloch idi. Top Glochdadır, top Glochdadır, Gloch hücumdadır, Gloch topu qapıya zərbə indirdi. Ancaq bu cümlələrdir. Çünki onların ən aktiv oyuncusu məncə o idi. Nəysə, onları qoyduq bir qırağa. Keçdik bizimkilərə. Deməli, bizdə Kevin Medina həmişəki kimi əlaydı, çox yaxşı müdafiə edirdi, çoxlu topu geri qaytardı. Bəhlul Mustafazadə bundan əvvəl dəhşət güclü idi. Ən çox da Bəhlulu bilsən harada güclü görmüşəm. Fransa, Azərbaycan yox, millilərin oyununda İlk deplasmanda 3-0. Ayso, uduzduq, amma Bəhlul oradan nə qədər top qaytardı. Orada Bəhlul olmasaydın orada sən, yəni biz 10-0 idik, 3-0 deyildik. Həqiqətən yəni gedib icmalına baxa bilərsiniz də o oyunu. Düz deyirəmmi? 10-0 özdə bir dəfə olub. Onun danışmaya o vaxt yaxşı ki futbola baxmırdıq biz. Yaxşı ki mən dünyada yox idim. Nəysə, sonra kimi deyəcəkdim? Bir də Yankoviç. Komandirdir o deyəsin. Yox, kapitan. Kapitan Abdullah Zubirdir. Bəs Yankoviç nədir? Yankoviç Mənə gəldi oldu, nəysə. Niyə görə deyirəm? Yəqin mən baxdım oyunda yaşıl taxıb qoluna, ona görə elə bilmişim kapitan Yankoviç. Nəysə, Yankoviçdə yazığın burnu sağlamaq bilmir də, yəni neçə ildir o burnu vəziyyətdədir. Və mənim gördüyüm budur ki, ən çox oyunlarda yıxılan, döyülən, ayaq altda qalan üzrə Yankoviç olur. Hər dəfə bu adamı dünənləri az qala Yankoviç'i belə tutdular, atdılar qıraqı. Gülmə Yankoviç bizə baxmış ola bilər. Yəni həqiqətən çox adamı təsir edir və yazıq uzanır özünü yerə atır ki, yəni bəlkə bir penaldan zaten verərlər. Yankoviç Azərbaycanca bilir.
O Allah bilir hansı ölkələrdə. Onu bilmirəm, amma ki, yəni marağında olsa tərcümə elətdirə bilərdi. Onu sən boş verir, sən çox dərinlərə getmə. Yəni demək istəyirəm ki, səncə də elə deyil. Bax, Cucurella vardı o şeydə. Kimin komandası idi Cucurella? Chelsea'də o saçından tutub baxmaq istəyirdi ya. O Cucurella da bu Yankovic ayaqaltı eləmişdi. Dünənki oyunda da, yəni nə qədər yerdə qaldı və orada bir də nəsə deyəsən haqsızlıq oldu. Yəni penalti verməliyidilər, bizə verməliyidilər. Biz yıxıldıq, son dəqiqələrdə qabağa keçmişlər. Özü cərimə meydançasını istədi. Bir də ki, o Attay var ha. Orta gəlmişdi, göyə atdı. Öndəki Attay dostum, məncə simicirdi. Çünki baxın, uduzuruq elə bil 4-2-dir. 3-2 zatdır. Deyəndə ki, yəni Attay çalışır ki, istəyir ki, qolu ancaq özü vursun. Mən belə görürəm. Belə özü vurmaq istəyir. Deməli, sözü kəsirəm, amma 3-2 elə bil ki, uduzuruq, komandaya qol lazımdır. Bunun vecinə deyil, uzaqdan güp. Elə demə, insanların haqqına girmək olmaz. Attay çox bomba oyuncudur. Yəni, çox yaxşı. İnşallah ki, tezliklə onu başqa bir ölkənin klubundan transfer eləməzlər inşallah. Amma Attay bir dənə şey səhv eləyir ki, birincisi uzaqdan vurmağa çalışır. Yəni, uzaqdan bir dəfə heç opera çatmayıb qol vurur. Uzaqdan bir dəfə Kopenhagen oyununa qol vurub. Sonra tappa taraf başlayır. Mən bilmirdim. Haçan olub, bu dəfə olmadı. İzləyirdik də 2-0. O vurdu uzaqdan qolu. Bu yadımda deyil, görsən. Deməli, ona görə arxain olub ki, uzaqdan vura bilər. Bir o səhv odur ki, bizim üçün də, yəni bəlkə də səhv deyil. İkinci də ki, heç kimə pas vermir də. Dünənləri o axırıncı dəqiqədə qol var. Ən azı 4-3 olardı. Burası ilə vurdu deyə. Yox, sağda solda adamlarımız var idi. Vermədik ki, vursunlar, götürdü özü düz qapçının qucağına. Özdən neçə dəfə yoxladı. Belə gəldi. Tutdu belə qapçı düz üstünə. Bir də indi keçək əsas məsələyə. Dünəndən danışılan Nəriman Axundzadədir. Düzdür. Bax, Nəriman Axundzadə mən başa düşürəm. Zəif futbolçudur. Çempionlar Liqası üçün bəlkə də çox zəifdir. Bax, Şamaxı ilə Qəbələnin oyunu oynayırdı, tap-tap qollar vurdu. Sən dedin Karvanla, güclənib, bombadır, belədir. Çempion baxarsan Ajaxda qolu var, onun gözləyirəm filan. O takımlarla, yəni o komandalarla oyunda vurur da, qolu da belə güclü komandalarla vura bilmir və biz bunu başa düşürük. Bunu səncə Qurban Qurbanov başa düşmür? Belə Qurban Qurbanov deyir ki, əslində mən azərkeşlər bilirəm, Nərimanı tənqid eləyirlər. Amma ki, mən Nəriman haqqında bir şey deyə bilmərəm. Elə bir şey demişdim. Dünən mətbuat konfransında. İndi isə mən Nəriman haqqında öz fikrimi deyim. Deməli, bəli, Karvan 2 dəfə dalbadal Karvanla Qarabağ oyunu olmuşdu. Birində bir dənə qol, birində isə 2 dənə qol vurmuşdu Nəriman Axundzadə. Mən orada dedim ki, bu uşaq oynayır, yaxşıdır, Ajax oyununda qol alacaq. Lakin Ajax oyununda onu görəndə mənim qərarım dəyişdi. Çünki... Neçənci dəqiqədə girdi onu? 60'da dedi də. 65'də. Yaxşı, Nərimanın yerinə kimi salardın oyuna? Orada kim qalmış ki? Nərimanın yerinə Kaşuk. Kaşuk girdi də. Yo, ondan sonra girdi Kaşuk. Kaşuku mən direkt salar. Bir neçə dəqiqə söhbət oldu da orada. Yaxşı, gözdə düşünürüm kimlər var. Məncə orada bir dənə oyuncu var ya, Tony Bolt yox. Bir dənə Montiel, Fransız. Johnny Montiel. Ay sağ ol, bax o var ha. O məncə çox yaxşı oyuncudur. Prosta onu niyə saxlayırlarmış kənarda? İlk oyunu mən o yazığı gördüm. Niyə qədər Qarabağ oyununa baxmışam. Onu çıxartmırlar. Amma gələn kim neçədən asist elədi o? Asist eləmir. Eləyib dünən. Son andakı asistin gücünü o elədi də. Xatırlamıram amma. Mən xatırlayıram da. Sən stadionda görmürdün. Sən oturmursan burada. O özü açıq yerə. Yox, mən sadəcə pasın kimin atdığına baxmıram da, qolun kimin atdığına. Yox, bəs pas da önəmlidir axı. Bilsən necədir? Yəni tək qol vurmaqla deyil, o qolu gətirib çıxardığından bəs əziyyəti, o başdan bu başa. Gələk Kuchalskiyə. Deməli, Napoli ilə olan oyunun ulduzu. Bütün dünya Kuchalskidən danışır, bütün Azərbaycan ondan danışdı. Yəni Kuchalskini şəxsən mən özüm də həmən gün izləməyə başladım və Instagramın yəni həmən gün yüzlərlə, minlərlə artdı. Nəysə, bunu qoyduq bir qırağa. Kuchalski.
Napoli ilə oyunda bəli, möhtəşəm idi, seyvləri super idi və penal, voley. Bəli, insan penaltini belə qaytardı. Amma dünənlər deyirlər ki, Çempionlar Liqasının bir neçə möhtəşəm seyvi olub, onlardan tərpətmədə onu. Onlardan birinci yerə deyəsən bunu paylaşıblar, bunu qoyublar. Yox, məncə 2. Amma onun elə belə yadda qalan seyvi oldu ki, dünən. Nə hansı? Sağ tərəfdən belə gəlirdilər, açdılar içəriyə. Hardasa deməli gəlişinə vuracaq, qapı ilə üzbəyə üstündə belə 7 metr fərq var hardasa. Vurdu, Kuchalski pişik kimi sıçradı belə. Pişik, o böyle bir şey olar. Etnə tutdu. Geçən seviydi. O mənim yadımda qalmayıb və dünənə adam 4 dənə qol buraxıb. Şahrutin olsaydı indi güllələmişdilər Şahrutini, kommentlərdə. Təbii ki, məcazi mənada. İndi səndən sonra mən də Nərmanda yarım çox zat qaldım. Nərmanla sən dərdin qutarmır. Yox, Yaxşı, qaydarıq Nərman. Yəni demək istəyirəm ki, Kuchalski'dən 4 dənə qol buraxıb və dünənlər oyundan sonra da gördü necə keçdi və üzr istədi. Ya dedi ki, sorry for today. Bugünkü oyunda bugünə görə üzr istəyirik. Belə sadəcə dedi, çıxdı, getdi və doğrudan da çox pis idi. Keyfi yox idi əlbəttə ki. Hə. Amma yəni müdafiəçilərimiz də onu biraz yalnız buraxmışlar. Bir də Ajax'ın oyununda mən hansı taktikanı gördüm. Deməli, onlar icazə sən də denən. Deyirəm ki, onlar icazə verirlər ki, bizim takım, bizim komanda gedirdi az qala qol şəraitinə kimi yaranırdı. Bütün oyuncularımız demək olar ki, xəttdən bu tərəfdədirlər də, yəni qarşı sonra birdən ötürürlər. Birdən uzaq ötürməli ilə o bomboşdu axı. Və bir də görsəm tak getdilər qola. Yəni bunu hiss elədim. Bir neçə hücumlarında yəni konkret elədi. İndi isə amma dünənki hakim yəni məncə haqsızlıq eləmədi. Dünən yaxşı idi. Bax o Praqa oyunundakı hakimi yadıma sal. Sonra Napoli ilə oyundakı hakimi yadıma sal. Yəni onlara baxanda bu yaxşı idi. O penalımızı vermədi, verə bilərdi. O penal deyirsən, əlinə dəymir bir şey. Nəyin penalıdır? Yoxdur da. Axı o var idi, şərhçidə demədi. Tura Ramiz Mirzazadə idi də şərhçidə. O da yaxşı bir şey, futbol. İndi də mən başlayayım. Deməli, mən harada qalmışdım? Onu tərpətmədə. Tamam, Nərman Axundzadədə qalmışdım. Deməli, dostlar, mən ən son nə deyirdim? 2 qol atmışdı, sonra da 1 qol atmışdı. 1 qol atıb 2 qol atmışdı. Mən çaşqandan içərim. O Fatih'indi. Elə bir ki, bu adam özünü misli Premier Liqasında hiss edir. Elə bil ki, Çempionlar Liqası oyununa çıxır, amma sanki mislidədir. Misli nədir? Misli də Azərbaycan Liqası. Misli deyirlər. Elə bil ki, bu adam özünü Çempionlar Liqasında, Azərbaycan Liqası kimi hiss edir. Top gəlir ona, itirir, sonra keçmək yerinə belə ləng olur, topu vapşım atmaq istəyir, oyuncuya dəyir gedir falan. Bərbat oynadı Ajax oyunda. Dünənləri düz isə 2 dənə hətta ki, yadımdadır ki, onu qəşəng pas verdilər. Yəni, bir dənə dönüb vursaydı, qol yedi da. Amma bu, dabanı ilə belə arxaya vurdu, neynədi? İkincidə vapşi topu əlindən aldılar, getdilər o mislər. Yəni, çox pis itirdi ya toplar. Yəni ki... Bir dənə nə hiss eləmişəm, üzr istəyirəm. Bir dənə nə hiss eləmişəm. Bax, Silva'dır, Camilo Duran'dır, Yankovic'dir, ən çox Aday'dir. Necə sürətlə qaçırlar. Top əllərinə keçdi, qoyurlar üstünə ki, təcili qol eləyində fürsətdir. Nərmana top çatır. Nərman o yavaş gəlib qapıya tərəf gələnə kimi 8 dənə onların müdafiəçisi gəlib yandır, qabağında. O niyə elə ləngdir? Elə ləng müdafiəçi olar? Hücumçu. Hücumçu, hə. İndi, yəni ki, dostlar, bu adam Çempionlar Liqasında məncə oynaya bilməz. Hələ ki, Qurbanov onu misli Premier Liqasına sala bilər və orada güclənməsini gözləyə bilər. Artıq bu adam özünü başa düşməlidir ki, mən güclü deyiləm. İndi isə o məşqçisi deyir ki, çıx oyna. Bilirəm də, onu bilirəm, hə. Yaxşı, bunu qoyaq bir qırağa. Yenə də Qarabağ bizim ürəyimizdir. Bax, səni demişəm. Utsaq da, uduzsaq da, yəni Qarabağ udsa da biz onun yanında olmalıyıq. Yəni əsl azarkeş belə olur, düzdür. Yəni sən Qarabağ udanda
Onu tərifləyim, Qurban belə, Nəriman belə, Qarabağ belə, super. Bir dənə uduzan kimi hamısını tənqid eləyim. Mən bu adamlara başa düşmürəm. Bunlar azarkeş deyirlər. Bunlar, yəni, o nə deməkdir? Yəni, mən tutaq ki də, məsəl üçün deyirəm də, mənim pulum var, bu gün mən tərifləyirsən, gəlirsən, sənə qonaqlıq verirəm, super, hər şey, əla. Sabah mənim pulum yoxdur, gəlirsən, sənə qabağa çay da qoya bilmirəm, onda mən sövq gedirsən. Yəni, münasibət dəyişməməlidir, hər şəraitdə eyni olmalıdır, düzdür? İndi, dostlar, elə bil ki, mən getmişdim stadiona, belə artıq 3 ya da 4-cü qoldan sonra mən gördüm ki, o azərkeşlər o qədər belə əsəbi idi ki, stadionu tərk edirdilər, çıxırdılar. O da düzgün deyil də. Sonuna kimi baxmalıydı. Biz baxdıq, sonra çıxdıq. Bir də ki, orada onlar qol vuranda, 4-cü qolu vuranda onların azarkeşlərini göstərdilər. Cəmi 1000 nəfər azarkeşləri var. 1800. 1800. Bizdə nə qədər idi? Bizdə çox 30 mindən. Yox, 30 min olmaz ora. 20 mindir. Orada deyirdi də özü. Nəysə ki, yəni 10 dəfə ən az çox uyduq da, düzdür. Yəni onların qolunda olan səsi götürmüşdü da aləmdə. Çünki biz susurduq da. Bilirəm, amma o da düzgün deyil. Və motivasiyanı öldürürsənsə, stadiondakı uşaqlar utandıqlarından oynaya da bilmirlər axı. Bəlkə son saniyədə qol vuracaqdılar. Keyfsizlikdən, vəziyyət o dərəcədə pis idi ki, onlar üçün. Bəlkə də özlərini itirmişdilər də, yəni vuracaqdılarsa da getdi də, vurmaz. Nəysə, boş veririk bunu. Bir dəqiqə, Qarabağ olurlar. Yox, bir dəqiqə, sən mənim sözümü kəsə-kəsə gedirsən. Mən Kohalskiyə gedirdim danışmağa. Amma video çox uzun olanda maraqsız olacaq. Tez bitir, keçək Frankfurt Eintracht oyunundan danışaq. Sonra Liverpooldan danışaq və sağollaşaq. Ya da qəbul eləyək. Bu söhbəti burada bitirək. Dediklərimi başqa videoda danışarıq. Onu da denəm, Kohalskidən denəm. İndi Kohalskiyə deyirəm dostlar. Kohalski belə, necə deyim, əslində qəşəng oyuncudur. Lakin qəşəng qapıçıdır. O yaxından nəsə bu oyunda zərbələr tuturdu, amma uzaqdan o qədər də tuta bilmirdi. Mən diqqət verdim ki, Kohalskiyə. Onlar 3-2 qabaqdaydılar, 4-cü qola gedirdilər. Stadiondaydım, gördüm ki, onlar pas kimi zərbə vurdular. O qədər belə yavaş getmişdi. Kohalski də bilir ki, onsuz da uduzacaq. Bıraxdı ki, sizə də qaldı. Yəni bu onu göstərir ki, adam demotivə idi artıq. Yəni motivasiya sıfır idi və ondan görə də vecinə deyildi. Vecinə deməzdiyim, çünki hər qol qəbul etmək onun üçün minusdur da. Amma yəni artıq bilirdi ki, son saniyələrdə uduzuruq, yəni ona görə bəlkə də buraxdı, getdi. Düzdür. Amma sənə bir dənə söz deyim. Biz Atletik Bilbao-la uduzmuşduq axırında. Yox, Napoli ilə uduzmuşduq. Napoli və Atletik Bilbao və Roja 3 məğlubiyyətimiz oldu. Vay vay vay. Nəysə, Napoli ilə biz 2-0 uduzduğumuz oyun var idi ya. Orada super, möhtəşəm seyvlər, tutdu topları qaytardı, penaltini qaytardı. Amma orada qol olan videonu görmüsən sən, qol vurulan videonu. Deməli, topu atırlar özü yumuşaq, yavaş-yavaş gedir də. Bu qaçıb topu tutmaqdan uzanır yerə belədir, yəni ki, pis da getdi. Yox, bax orada fərqli şey olmuşdu da. Sən görməmisən. Düşünür ki, onu tutan deyiləm də, getdi. Orada deyil, can atmalıdır da. Bax, o belə voley vurmaq istəyirdi yəni. Olmadı. Voley də beləsinə, belənçiyinə var. Roşet adına da onlar. Ya, ondan fərqli cürür. Hə, nəysə də, elə vurmaq istəyirdi. Lakin uğursuz alındı. O da topda gedərkən bizim oyunçumuza dəydi. Bizim oyunçumuzun ayağına dəymişdi. Top da elə bir yerə dəyib ki, qapıya doğru gedir də. Kohalski bu tərəfdə prosto top əslində o tərəfə gəlir. Prosto bizim oyunçumuza dəyibdi ya, top ucu o tərəfə gedir də. Kohalski də bildi ki, top çatdı, qolu yedim, siyah getdi. Nə bilim, valla, məncə özünü atsaydım nəsə eləyə bilərdi. Bilmirəm. Nəysə, başqa nəsə deyəcəyim var dünənki oyundan bağlı? Yox, bəs Frankfurt, Liverpool. Onu məncə başqa videoda danışarıq, çünki çox olmalıdır. Bu part 1-dir onda, part 2-ni də gözləyin. Sabah... Belə deyək də, baxış və like minik etsək YouTube-da. Baxış və like. İkinci səni çəkirik, hə. Like min deməyək, yaxşı da. Baxış minik etsək, ondan indik. Like da 100 İkinci səni çəkirik.
Like da özü keçsə. Bəlkə baxılacaq deyir. Keçən dəfə videomuz 15 milyon olmuşdu YouTube'da. Bəlkə baxılacaq. Düzdür. Çox. Bay bay eləyəyəm də. Sağ olun. Heç nə dostlar, videomuz bu qədər idi. Dediyim kimi kanala abunə olun, like atın və zil tuşuna basın ki, bizim videolarımızdan xəbərdar olasınız və yorum da yazın. Yorum gəlmir. Mənim səhifəmdə paylaşılacaq. Bilsə ki, mənim səhifəmdə paylaşır, özünü belə öldürməz. Bilirəm. Bilirsən. Nə? Bilirəm.